Hər kəsə salam, yeni vloquma xoş gəlmisiniz. Son vaxtlarda mənim də qərarlarım dəyişib. Artıq evdə idman və sağlam qidalanma edirəm. Mənim bildiyim çox effektiv bir üsul 15 günlük xüsusi idman hərəkətləri də ev şəraitində edirsən, dümdüz bir qarına sahib olursan. Bu da mənim səhər yeməyimdir. İstidə təndir çörək almışam belə. Qaynardı istidə. Burada da labne. Əgər bu üsul sizə maraqlıdırsa, mütləq rəylərdə yazın. Növbəti vloqumda sizinlə bölüşərəm. Bunun komfortuna baxın. Səhər durub belə notebookda nəsə baxır. Adısı qoyub. Rahim, Sadiqə getmək istəyirsən, Rahim? Ev yaxşıdır yoxsa Sadiq? Burada qalırsan yoxsa bağçaya gedirsən? Bağçaya, sağ ol da, sağ ol. Bu boyda komfortdan deyir bağça. Bayaqdan bütün marketi gəzirəm. 3-4 dənə marketə girmişəm, tapmadım. Bunu axtarıram, roltonum var. Bravo da tapdım. Götürəcəm, görəm biri bəs eləyər. Bunu götürürəm, gedirəm. Kral gəlir, gedim Araza. Başqa şeylər də Arazdan alacağıq. Deməli, 2 manat, neçə qəpiksə bilmirəm, bunu aldım, roltonu. Sonra almışıq Arazdan. Hoş5 Nilay üçün, Makkofe. Sonra bu da qəşəng çıxıb. Bunu içməmişik, amma bunu içmişəm. Karameli qəşəng idi. Sonra 2 dənə belə göy almışam. Bir də belə pendir almışam bu yemək üçün. Fettuccine adı nədir onun üçün? Adını da düz deyə bilmirəm. Və ceyli pomidor almışıq. Bizdə burada yarım marka var, 77'nin. Orada belə şeylər ucuz olur. Burada indi əlimdən düşdü, əzildi pomidorlar. Nəysə, belə, başlayaq. Evdəkilərə söz vermişdim ki, sizə fettuccine hazırlayacağım. Hazırlama prosesi elə də çətin deyil, dadı isə restoranlardakı kimidir. Ətraflı hazırlama qaydasını shorts videosu kimi kanalımda paylaşmışam. Kimə maraqlıdırsa keçid edib baxa bilərsiniz. Günümüz davam edir. Mən də bu arada saçlarımı quruduram. Yeri gəlmişkən videolarımı bəyənirsinizsə, abunə olmaq və zəngi açmağı unutmayın. Sizin hər bir abunəniz mənə yeni videolar üçün böyük motivasiya verir. Burada isə saçlarımı düzəldərək yeni gələn izləyicilərimin və sizin hər dəfə mənə verdiyiniz sualları cavablayacağam. Saçımı istədim, klatka eləyəm. Çolkalarımı elədim. Saçımı hörəcəm uçlarım. Elə qurudub hörəndə də qəşəng olur. Diblərini əsas qurutdum. Mənim karmaritim var. Saçım yaş qalanda başım ağrıyır, sonra karmarit tutur. Belə yaxşıdır, belə yaxşıdır. İndi saçımı təxmini ayıracağım belə. Hörəcəm. Saçımı biraz uzatmaq istəyirəm. Amma ucundan biraz da kəstirmək lazımdır. Çünki kraskadan sonra kəstirməmişəm, vaxt eləyib. Buranı qəşəng hörək. Ucu qəşəng qalır sonra açanda. Bir neçə saatdan sonra açacağım. Belə hörək, belə üstdən götürək. Yeni izləyicilərim var, mənim haqqımda bilmək istəyirlər, görürəm ki, suallar verirlər. Hamıya da bir-bir oturub cavab yazmaq olmur. Ona görə buradan istəyirəm ki, yenidən özüm haqqımda danışım. Mənim adım Səidədir. Mən ailəliyəm, 2 övladım var. Yoldaşım da, mən də ikimiz də televiziya əməkdaşlarıyıq. Mən ATV-də çalışıram, yoldaşım da əvvəl ATV-də çalışırdı, amma indi Xəzərdə çalışır, Xəzər televiziyasında çalışır. Mənim əslim Yerazdır bir tərəfim Yeraz, Qarabağ, Tərəkəmədir. Sonra nə sual vermişdiniz? Bu ev mənim öz evim deyil. Hər dəfə eyni suallar verilir. Bu ev mənim öz evim deyil. Kiraya qalıram. Ayrı yaşayırıq. Təzə ailə quranda 3 ay qaynanamla bir yerdə yaşamışıq. Sonra isə qaynanamın istəyi ilə ayrı evə çıxmışıq. Öz evimiz də var. Özümüzə də ev almışıq çox şükür. Ancaq hələ köçə bilmirik. Çünki binada bəzi problemlər yarandı. Evi əslində təmir edib bitirmişik. Biraz işləri qalıb, tam da yox, biraz işləri qalıb. Sadəcə olaraq binada problem olduğuna görə ora köçə bilmirik. Amma yaxın vaxtlarla inşallah köçmək istəyirik. Çünki bu evdə qala bilmirik. Kirayə haqqısını qaldırıblar, qiymətin, həm də ki
artıq bu evdə özünə görə problemləri çoxdur. O da adamı sıxır. Düşünəndə ki, özümə təmiri hər ev düzəltmişəm. O qala niyə burada qalım? Ona görə istəyirik ki, tez bir zamanda inşallah köçək. Onu nəzərdə tuturuq Allahın izni ilə. Belə, özüm haqqımda bu qədər danışdım. 2 dənə də uşağım var, oğlum arxadan. Bir oğlum, bir qızım var. Qızımın 10 yaşı var, oğlumun da 3 yaşı var. Yenə də sual verərsiniz, o suallara əsasən növbəti vlogda cavablar verəcəm. Bayaqdan da saçım belə qalıb, rezin tapa bilmirəm. Qızım, evdə qızım varsa deyir, həqiqətən o düz söhbətidir. Qızı evdə olan heç bir şey tapa bilmir də, hər şeyimə əl qoyur. Qızlar, bəzi şeyləri, şəxsi sualları çox da aydın şəkildə burada danışmaq istəmirəm. Düzdür, hamı artıq deyir, heç kimdən gizlin bir şey qalmaz. Bilənlər zaten məni tanıyanlar bilir, izlətməyin bir mənası yoxdur. Ancaq bəzi şeylər var ki, onları hələ nəsə danışmaq o haqda çox tezdir. Qabında, hər şey öz məqamında etmək, danışmaq məncə doğru olar. Belə, indi də bu saçımı da örüm. Məni daha çox ümumiyyətlə Nanənin verilişində mənim haqqımda sujet hazırlamışdılar. O sujeti demək olar ki, səhifələr, ATV-nin öz kanalı, Instagramda bir çox səhifələr onu paylaşmışdı və məni bir çox adam oradan tanıyır. O videodan daha çox tanıyırlar. Burada məni izləyənlər də bilir. Anamın 59 yaşı var idi təzyiqdən. Təzyiqi qəfil qalxmışdı, beyninə də qan sızıb. Elə ilk həftə xəstəxanada yatdı, sonra isə vəziyyəti pisləşdi. Mən də çox anama bağlı biri olaraq, yəni bu mənim çətin dönəmlərim olubdu deyə, onların bir hissəsini elə-belə bir vlogumda danışmışdım. Amma gördüm ki, insanlara çox maraqlı oldu o danışdığım hadisələr və çox adam da sən demə belə şeylər yaşayırmış. Əslində çoxdan açmaq istəyirdim. Bu qərarım 2020-ci ildən var idi. Sadəcə olaraq addım atmırdım, tərəddüd eləyirdim. Sonra iş yoldaşlarımın təkidi ilə, yoldaşımın da təkidi ilə, istəyi ilə mən başladım vlog çəkməyə. Hardasa 1 il olar ki, başlamışam çəkməyə. 1 il mütəmadi çəkməmişəm, yəni paylaşmamışam vlog. Arada fasilələr verdim, həvəsdən düşdüm, nə bilim, iş, güc belə çox çatdıra bilmirdim. Ona görə bir fasilələr verdim. Ancaq bu yay ayından sonra qərar verdim ki, daha dayanmadan vlogumu çəkəcəm. Çünki hamı da mənə deyir ki, səndə alınır, dayanma. Ona görə də dayanmadan başladım vlog çəkməyə. İndi də görürəm ki, səhifəm qalxır, artıq məni çox adamlar tanımağa çalışır. Bu məni sevindirir. Mən əslində YouTube kanalımı, burada vlog çəkməyi darıxdığım üçün açmışdım, açığı deyim. Darıxdığıma görə açırdım. İstəyirəm ki, belə həm söhbət olacağım insanlar olsun. Yəni, o demək deyil, mənim danışacağım, dərdləşəcəyim adamlar yoxdur. Xeyr, mənim ətrafımda iş yoldaşlarım, dostlarım, sinif yoldaşlarım var. Onlarla həmişə əlaqə saxlayırıq, görüşürük. Ancaq bu mənim bir növ öz aləmim olsun istəyirdim və bunu da deyəsən nail oluram yavaş-yavaş. Amma siz də mənim əgər vloglarımı bəyənirsinizsə, kanalıma abunə olun, vloglarımı yaxınlarınızla paylaşın, WhatsApp statuslarınızda da paylaşıb mənə dəstək ola bilərsiniz. YouTube'da məqsədim 10.000 olmaqdır, 10.000-i keçməkdir. 10.000-i keçəndən sonra isə Instagram səhifəmi də başlayacağım geniş şəkildə işlətməyə. Buna görə də mənə dəstəyiniz lazımdır. İnşallah ki, istədiyim nəticəni əldə eləyərəm. Belə, saçımı da hördüm. Qəşəng də qaldı məncə mənə. Mən belə göstərim sizə. Belə bir göz kremi almışam. Çox qəşəng göz kremidir. Deməli, mənim göz altımda qırışlar var, mimik qırışlar çoxdur. Bir də ki, dəstəmaz aldığıma görə tez-tez üzülərim quruyur. Nə qədər nəmləndirsəm də quruyur. 30 qəpiyə belə bir şey aldım. Vazilin almışam. Doğrudan da möhtəşəmdir də. Mənim buralarım dəhşət göynüyürdü. Düzdür, kremko qəşəng su bazalı kremdir. Onun da yəni xeyri var. Dərim su qurutduğuna görə, ona görə müalicə kimi lazım idi. Mən də getdim vazilin aldım. Aptekdən almışam 30 qəpiyə. Bu çox qəşəng nəmləndirdi.
üzümü. Yəni demək olar ki, belə çatlar var idi, göynüyürdü. Onları sağaltdı bu hissədə idi məndə. Bir də bu göz kremi çox qəşəngdir. Mənim gözümün altını deməli hər gün vururam bunu. Gecə yatmamışdan öncə də baxın. Başı da belədir. Gözünüz dəmir var. Heç əl vurmağa ehtiyac yoxdur. Götürürəm, rahatdır. Belə vururam. Всё. Bunu da eyni. Biraz basırsan əgər olmasa krem hiss edirsən də dəriyə dəyməyəndə. Sırası çıxır. Və bundan da masaj kimi. Elə gözəldir, elə qəşəng olub gözümün altı, qırışlarım azalıbdır. Həqiqətən azalıb. Sağ olsun. Rossmann da bunu mənə satıcı qız dedi ki, bu gələndə stokda qalmır da bitir. Ən çox alınandır, Koreyandır. Nə gedir bu? Pretty Skin gedir adı. Kaliganlıdır. Çox qəşəng kremdir. Mütləq alın. Baxın belə vurdum görürsünüz. Nəmləndirdi. Всё. Dodaq nəmləndiricini də vururum. Nivea'nın Nila ilə şərikli işlədirik. Ona görə bu belə bu gündədir. Всё. Belə. Uşaqlar dedim ki, inşaatçılardan göy alsın, qutab eləyəcəm evdə. O da gəlir. Mən də dedim, xəmirini eləyim. Duz atmışam. Mənə gəlir ki, başqa bir şey əlavə eləmirlər də xəmir. Adi çörək xəmiri kimi olur, droşsuz məncə. Mən belə bilirəm, yuxa xəmiri kimi. Xəmiri elədim, bu boyda oldu. Biraz ələ yapışan kimi, tam da yox da. Yayla bilsin deyə. Biraz qalsın, özünü tutsun. Bu qədər göy görürsünüz. Tural bunlara 2,40 verib. Bu da var, elə yemişik üstündən. Bir dənə də burada nanə var. Xiyarı da alıb, inşaatçılardan 2 manata kilosun. Amma marketlərdə 5-6 manatdır. Nəyə göstərəcəkdim? Bu göyləri rayondan gəlir. Bu hələ Turalın aldığı zəif göylərdəndir də. Bu bundan da böyükləri olur inşaatçılarda. Amma marketdə bunun inanırsınız, bax o qədərin. Bu qədərin 20 qəpiyə verirlər. Çox insafsızlar. Buna baxın, keçmişə baxın. Baxın, görün nə qalındır. Ona görə mən göyü oradan alıram. Baxın, görün nə böyükdür. Marketlərdə çox satırlar, zəif. Şüydün yekəliyinə baxın. Dağ şişə. Hərəsindən bundan nədir? Bu spanaqdan demişdim 4 dənə al. O birislərdən 2 al və 2 manat pul eləyibdir. Yəni əslində doğrudur da, yəni bunu rayondan gətirib satırlar inşaatçılarda. İnşaatçılarda ümumiyyətlə belə şeylər çox yaxşıdır, sərf edir. Başlayayım göyləri seçim, yarısını bunu doğ eləyəcəm, yarısını da qutab eləyəcəm. Belə qızardıram. Əslində bu çox nazik idi. Mənə gəlir ki, yandırır az qala. Düzdür, yanmayıb heç biri, nə də tez-tez çevirirəm. Bunlar da burada pişirmişəm, hazır şeydir. Pəncərəni açmışam ki, evin havası dəyişsin. Belə qatıq da yanında, siyah bərəm yeməyə. Game seriala baxın. Basım. Səhərdir, Tural yoxdur. Mənə mesaj yazıb ki, qazı yükləyərsən. Düşdüm, mən də qazı yükləməyə düşürəm. Daha doğrusu, yağış yağır. Qapışan keçmişəm belə başıma. Durdum, səsi elə bir payız aydı. Gedək. Baxın. Qazın kartı tutmadı. Tural yazıq yükləyəndə hər dəfə bütün marketləri gəzir. Gəldim bura, onu yol aparatında tutacaq. Anormaldır. Gəlib çıxmışam burada. 3-cü, yox 3. 4-cü də yükləndi. Bax bu evi ona görə istəmirik də. Burada
Qazı da problemdir, suyu da problemdir, ışığı da problemdir. Ona görə yorulmuşuq evin problemlərindən. İstəyirik ki, tez çıxaq. Baxın, suyun içindəyəm. Təzən düşürəm, kartı təzən oxutdurmalıyam, aparatda yüklənmədi. Bu sayğacın kartı da problemlidir. Bax, belə də bir şey zülümdür burada. Təsəvvüm pozulur. Salabına baxın, suyun içindəyəm. Səhər tezdən mən belə qaz yükləyəcəm. Baxın, suya. Gedim səhər yeməyimi yem ölürəm acından da. Əslində bugün uşaqlarla planımız var idi ki, şəhərə gedək, biraz gəzək. Onun da ki, hava imkan vermədi. Çöldə dəhşət yağış yağır. Dedim, elə evdə olmuşkən evi tozsuram, sonrası yemək hazırlayım. Onsuz da ki, ev işləri havanın isti, soyuq olmağına baxmır. Bizim ev işlərimiz ümumiyyətlə bitmir. Hər gün də eyni işləri görürük. Siz evi hər gün tozsuranlayırsınız, yoxsa gün aşırı edirsiniz? Elə adamlar var ki, hər gün tozsuranlayır. Elə adam da var ki, bir gündə bir neçə dəfə tozsuranlayır. Mən ümumiyyətlə yadıma gəlmir ki, iş görmədən evdə rahat oturum. Ümumiyyətlə özümə evdə görəcək bir iş tapıram, iş çıxardıram. Çünki bekar oturan kimi sırası onu fikirləşirəm, bunu fikirləşirəm, nə bilim. Bir də görürəm ki, keyfim olmur. Normal insanlardakı kimi ya ağlamağım gələcək, ya tək qalmaq istəyəcəm, ya danışmaq istəməyəcəm. Buna görə də çalışıram ki, iş görüm, başımı nəsə qatım ki, çox şey fikirləşməyim. İnanırsınız, evi tozsuranlayanda güclə addım atıram. Hələ bir gün idman eləmişəm, ayaqlarım bütün ağrıyır, əzələlərim ağrıyır. Amma bilirəm ki, müvəqqətidir, keçəcək. Hər gün bu hərəkətləri elədikcə daha da yaxşı olacaq. Mən bir challenge-ə baxmışdım YouTube-da. 2021-ci illəri idi, səhv eləmirəmsə, karantin vaxtı idi. Onun hərəkətlərini doğrudan da 15 günü edib öz nəticəmi görmüşdüm. Təbii ki, yeməyə də fikir vermək lazımdır, amma o hərəkətləri 15 gün ərzində etdikcə doğrudan da öz nəticəsini göstərir. Bədən sırası formaya düşür. Həmin o hərəkətlər də cəmi 15 dəqiqəlik hərəkətlərdir. Elə çox işim yoxdur. Hər gün evdə olduğuma görə ev təmiz qalır. Rahmin oyuncaqları da küncdə bucaqda. Onlara da əl vurmuram çünki töküb oynayır da uşaq neynəsin. Havaya baxın. Səhər havanın səsini oyanmışam, yağışımda. Bu bildim ki, yuxuda, payızdır da, payız aylarındayıq. Pəncərəni tez-tez açıram. Deyim, qoy hava qəşəng vursun elə. Elə soyuq deyil. Yağışın qoxusu gəlir də qəşəng. Neyse, gedim yemək hazırlayayım. Əslində Xunamın belə dağlıq olmağı axşam tab bişirəndə oldu. Sonra isə getdim, oturdum, seriala baxdım, yedik. Düşündüm ki, səhər yığışdıraram Xunanı, elə də saxlamışam. Adətən mən belə saxlamıram çirkli qabları. İşim bitəndən sonra yuyuram. Yəni bugünün işin sabaha saxlamıram. Evdə olduğumuza görə, tətildə olduğuna görə dedim, onsuz da evdəyəm də tələsmirəm. Özümü niyə yoruram ki, səhər durub rahat işlərimi görərəm. Tozsoranyandan sonra da qablarımı yumağa başlayıram.
uşaqların ən sevdiyi yeməyi hazırlayıram, doğra bişirirəm. Birinci göyləri yumuram. Bir dəfə də məndən bir xanım soruşmuşdu ki, siz göyləri doğrayandan sonra yuyursunuz. Göyü doğrayıram, sonra isə suda saxlayıram. Təmiz qum çökür dibinə. Ondan sonra isə bir də suyun altında şüşəndə yuyuram. Ondan sonra isə doğranı bişirirəm. Hansısa belə bir iş görəndə də, qab yuyanda da, belə bir iş görəndə də mütləq telefonda serial qoyub baxıram. Onda işimi çox rahat görürəm. Vaxta yaxşı gedir, tələsmədən də baxıram ki, işim bitdi. Mən burada Taşacaq bu dənizə baxıram, bir də Yeraltı serialına baxıram. Başqa hansı seriallar var maraqlı baxdığınız? Əylərdə yazın, mən də baxım. Bir də baxıram ki, evdə yumurta yoxdur, qutarıb. Bir də aşağı düşmədim, yağış yağır. ChatGPT-də baxdım, dedi ki, un əlavə edə bilərsən. Yağı yağ neydi ay Allah, yumurtanı əvəz eləyir un. Amma dayanmadan qarışdırmaq lazımdır qaynayana qədər. Mən göyü qaynayandan sonra əlavə edirəm. Düyü atmışam, yumru düyü biraz un elədim. İndi все, qarışdırıram. Görüm, inşallah götürməz heyf ki, bu qədər qatıq. Orada da seriala baxıram. Heç belə eləmişsiniz? Yumurtasız ümumiyyətlə heç doğru eləmişsiniz siz? Mən ilk dəfə deyirəm, görək nə olacaq. Deməli, doğanı belə elədim. Şu göydə tökmüşəm. Çürümədi, şükür Allah. Demək olar ki, hazırdır, götürəcəm. Burada da seriala baxıram. Beləliklə vlogumu yavaş-yavaş yekunlaşdırıram. Yəqin ki, bugünkü vloqum da sizə maraqlı oldu. Əgər belə vloqlar sizə maraqlıdırsa, kanalıma abunə olun. Növbəti vloqlarda görüşərik.